Salam, əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı Gürcüstandan olan soydaşımız Marniolo Radiosunun jurnalisti Amil Məmmədovdur. Salam Amil bəy, hər vaxtınız xeyir. Mən də sizi və izləyicilərinizi salamlayıram. Biz sizə təşəkkür edirik ki, bu gözəl proqramda bizi də dəvət elədiniz. İnşallah hər birinizə uğurlar arzulayıram və inşallah bu proqram bir gözəl bir veriliş alır. İnşallah. Həqiqətən də bizim üçün bu bir Azərbaycanlı olaraq borcumuzdur ki, dünyada olan bütün Azərbaycanlıları çəkib təqdim edirik ki, sizlər də qıraqda qalmayasınız. Çünki bizim soydaşlarımızsınız, canımızsınız, ciyərimizsiniz. Amil bəy, ilk olaraq özünüzü tamaşaçılarınıza tanıtmağınızı istərdik. Amil Məmmədov kimdir və bu günə qədər hansı mərhələlərdən keçmişsiniz? Mən Amil Məmmədov, Marniolo rayonunun Qurtlar kəndində anadan olmuşam 1987-ci ildə. 2005-ci ildə həmən kəndin orta məktəbini bitirmişəm. Daha sonra 2009-cu ildə mən Gürcüstan Marniolo rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində stomatologiya fakültəsini oxumuşam və oranı bitirmişəm. Və 2015-ci ildən isə hal-hazırki günə qədər Marniolo Radiosunda jurnalist olaraq fəaliyyət göstərirəm, çalışıram və bu qədər. Çox gözəl. Amil bəy, ümumiyyətlə Marniolo dedikdə, ora gələn həm turistlər belə deyək, həm özümüzün Azərbaycanlarına Marniolo necə bir yerdir? Biz bilmək istəyirik. Marniolo belə deyək də, Azərbaycanlıların yaşadığı kompakt bir rayondur. Belə deyək də, Kvemo kartili biz özümüz Borçalı deyik. Bu Borçalı bölgəsinin belə deyək ürəyidir. Çünki burada insanlar çox sıx yaşayırlar, mehribandırlar, qayğıkeşdirlər və belə deyək də, hər bir insan istəyir ki, Gürcüstana gələndə Marnioloya gəlsin və buradakı insanlarla tanış olsun. Çox multikultural bir regiondur. Həm turizm baxımından da gözəl yerləri var və gəzib görə bilərlər. Həm də mən ona sevinirəm ki, ümumiyyətlə başqa ölkələrdə də var da Azərbaycanlılar olan şəhərlər. Amma onlar bu qədər mehriban deyirlər. O ölkənin vətəndaşlarına. Yəni necə mehriban deyirlər? Həm dillərini unutmayıblar. Həm də ki, onlarla da öz dilləri ilə danışırlar. Çox həqiqətən də sizə halal olsun. Çox gözəl. Biz adət-ənənələrimizi qoruyuruq. Belə deyək də, bizim adət-ənənələrimiz var da, Novruz bayramını böyük təmtəraqlı qeyd edirik. Belə deyək də, hər il Novruz bayramında Marniolo'da hakimiyyət tərəfindən, dövlət tərəfindən tədbirlər təşkil olunur. İnsanların özü böyük coşqu ilə bayramı qeyd edirlər. Yəni o ənənələr də var da, yəni bayramda papaq atdı deyirlər, amma biz holuq deyirik. Bu adət-ənənəni biz yenə də bugün də davam etdiririk. Çünki bu bizim adətimizdir, ənənəmizdir. Dini bayramlarımızı qeyd edirik. Ramazan bayramıdır, Qurban bayramıdır. Həmçində Gürcü bayramları var, bəzi bayramlar var, onlar da yəni həmrəy olaraq onlar da qeyd edirik ki, biz Gürcüstanda yaşayırıq və Gürcü mədəniyyətini də bilməliyik və öz adət-ənənələrimizi, öz mədəniyyətimizi də onlara tanıtmalıyıq. Bəli, Gürcüstan da bizim həm qonşumuzdur, həm də dostumuzdur. Elə biz onu 2020-ci ildə müharibə dövründə də hiss etdik. Bir çox ölkələr bizə qarşı xəyanət olaraq Ermənistana kömək edəndə Gürcüstan bütün yolları qapatdı ermənilərə və ona görə də Allah razı olsun onlardan da. Və Amil bəy, stomatologiya təhsili aldığınız halda jurnalistika və radio sahəsinə yönəlməyinizin əsas səbəbi nə oldu? Bu qərarı vermək çətin oldu mu? Belədir, mənim üçün çətin deyildi. Belə deyək də, öz peşənin dalınca gedəndə daha gözəl olardı. Amma jurnalistika sahəsini sevdiyim üçün, bu bölgədə media problemi olduğu üçün, insanlara məlumat çatdırılmadığı üçün problemlər var idi. Bunu
əlbəttə ki, bir yolla, bir yerdən başlamaq lazım idi. Mənim özüm Facebookda bəzi səhifələr var idi. Bu səhifələr əsasında məlumatlar da paylaşırdıq, amma bu çətin olurdu. Sonradan Marnio radiosu ilə tanış olduq. Vakansiya elan edilmişdi və qərar qəbul elədim ki, mən niyə bu vakansiyada iştirak eləməyim və mən də bu media orqanına müraciət elədim. Artıq 10 ildən artıqdır ki, mən həmən radioda, Marnio radiosunda işləyirəm və peşman da deyiləm. Çünki belə deyək də, Gürcüstanda yaşayan Azərbaycanlılara mediada baş verən, Gürcüstanda baş verən, dünyada baş verən xəbərləri təqdim etmək bizim üçün qürurludur və önəmlidir. Nə gözəl. Mən həm də ona çox sevinirəm ki, o radioda həm Azərbaycanca, həm Gürcücə və bir çox mahnılar da olur dünya ölkələrindən. Həqiqətən də çox halal olsun ki, bizim orada mədəniyyətimizi təkcə o Marnio şəhərində yox, elə radiosunun özündə də hələ də saxlayırsınız. Allah sizləri var etsin. Əlavə eləyə bilərəm ki, Marnio radiosunda 2 dildə yayımlanır radionun özü. Həm Azərbaycan, həm Gürcü dilində. Bəzi verilişlər var. 2 dildə aparılır. Yəni səhər verilişini deyə bilərəm 2 dildə gedir. Həm Azərbaycan, həm Gürcü dilində. Xəbərlər proqramı 2 dildə yayımlanır. Həm Azərbaycan, həm Gürcü dilində eyni xəbərlər təqdim olunur dinləyicilərə ki, onlar ilk öncə Marnioli bələdiyyəsində baş verən xəbərlər haqqında məlumatlı olsun, Marniolda baş verən hadisələr haqqında məlumatlı olsun. Səhər verilişi də onun kimi həm 2 dildə paralel olaraq aparılır həmkarlarımızla və çalışırıq ki, Marniolidə, dünyada, ölkəmizdə baş verən məlumatları dinləyicilərimizə, həm də izləyicilərimizə təqdim edək. Yəni qeyd edim, izləyici deyəndə televiziya nəzərdə tutulur. Son vaxtlar insanlar sosial media üzərində də canlıya çıxırlar. Ona görə izləyicilərimiz də onu nəzərdə tutaraq qeyd edirlər. Nə gözəl. Amir bəy, 2015-ci ildən fəaliyyət göstərən Marnio radiosu sizin həyatınızda və peşəkar inkişafınızda hansı rol oynadı? Qeyd edim ki, Marnio radiosu 2006-cı ildən fəaliyyətə başlayıb. Bir qısa bir müddət ərzində fəaliyyət göstərsə də, o zaman lisenziya əldə edə bilməmişdi. Amma 2015-ci ildə Marnio radiosu öz fəaliyyətini bərpa etdi və hal-hazırda regionda Marnioli bələdiyyəsində, ətraf rayonlarda belə deyim, xəbərləri oxunan bir mediadır. Mənim həyatımda çox şeylər dəyişdi. Çünki insanlarla tanış olduq, regionda baş verən hadisələri təqdim etmək üçün əhalilərlə tanış olduq, kəndlərə getdik, rayonlara getdik, insanlarla tanış olduq, onların problemlərini gördük. Media sahəsində işləyən insanlar həqiqətən bilir ki, hansı problemlər var, hansı problemlərlə üzləşirsən, insanların qayğılarını görürsən. Amma media sahəsində işləməyən insanlar çox vaxt insanların qayğılarını bilmir. Mən belə düşünürəm. Çünki media sahəsi elə bir sahədir ki, insanlara məlumat ötürmək üçün bu sahədə bilgin olmalıdır, bacarığın olmalıdır, insanlarla kontaktlı olmalısan, təmasda olmalısan ki, onlar nə istəyirlər. Və bu gün də biz regionda çalışırıq ki, insanların problemlərini hakimiyyətə, dövlət orqanlarına çatdıraq ki, insanlar bu şəraitdə yaşayır, yaxşı şəraitdə yaşayır, hansı problemləri var və bu problemləri necə həll eləmək lazımdır, həlli yolları nədədir və çalışırıq ki, bunları araşdıraq və aidiyyatı orqanlara çatdıraq. Nə gözəl. Gürcüstanda, xüsusilə Kvema Kartlı bölgəsində Azərbaycan dilli medianın azlığı sizi bu sahədə daha fəal olmağa necə təşviq etdi? Belə deyək də, Gürcüstanda Azərbaycan dilində media yox idi. Və regionda da ki, bu problemlərlə üzləşirdik. Biz, belə deyək, mərkəzi mediaları çağıranda bizim problemimiz var, bunu işlandır. Bunu işlandıran olmurdu. Amma bugün özümüzün dilimizdə media var və bu sahədə biz insanların problemini az öncə qeyd etdiyim kimi çatdırırıq dövlət orqanlarına. Bu da bizim inkişafımıza, irəli getməyimizə, inteqrasiyamıza böyük dəstək olur və böyük rol oynayır.
Bu da mənim bu radioda işləməyimə, bu radioda öz peşəmi sevməyimə, təşviq eləməyimə zövq eləyir. Nə gözəl. Həm də belə bir şey deyim. Ümumiyyətlə bu radionu siz dediniz bələdiyyə daxilində də, yəni, amma heç olmazsa oranın Cumhurbaşqanlığına da məlumatlar verilirmi ki, məsələn, burada bax belə bir bələdiyyə hamısını məlumat verir də, burada bu problem var, su problemi var, məsələ deyirəm, yol problemi var. Sizin bu çatdırdığınız xəbərlər ona çatırmı? Yəni onu bilmək istəyərdim. Əlbəttə ki, biz hər hansı bir məlumat hazırlananda istər bələdiyyə rəhbərləri olsun və yaxud əgər bu bələdiyyədən yuxarı bir orqandırsa, əlbəttə ki, onlarla əlaqə saxlanılır, onlardan məlumat alınır. Bu regionda bu problem var, məsəl üçün su problemi var, yol problemi var, işıq problemi var, qaz problemi var. Onlardan məlumat alaraq bu hər hansı bir məlumat hazırlanır və ictimaiyyətə təqdim olunur. Nə gözəl. Marniol radiosunun regionda məlumat qıtlığının aradan qaldırılmasında və yerli problemlərin gündəmə daşınmasında hansı real təsirlərini görürsünüz? Bax, mən verdiyim suala uyğun. Yəni, olubmu elə bir təsir ki, bugün siz onunla fəxr edirsiniz, şəxsən bunu biz etdik? Əlbəttə ki, bir sıra problemlər var, inteqrasiyadır, xəbərləri hazırlayanda bilirik ki, bu regionda bu problem var, bir baxırıq ki, sən özün gedəndə xəbər hazırlayanda bir baxırsan ki, dövlət nümayəndələri artıq ərazidədirlər, söz verirlər ki, bu problemlər həll olunacaq. Baxırsan ki, doğrudan da sonradan sənin hazırladığın bir xəbərdən sonra həmən problemlər həll olunur və araşdırılır və yəni yerinə yetirilir. Yəni problemlər həll olunur. Bunları görəndə daha da sevinirsən ki, sən bir məlumat, bir xəbər, hər hansı bir veriliş hazırlayanda sənin istinad elədiyin problemlər həllini tapıbdır. Bunun şahidi olmuşuq və inanırıq ki, ilə belə də ki, bu problemlərin həllində biz vacib bir rol oynayacaq. İnşallah. Radio proqramlarının 2 dildə yayımlanması və web səhifənin 3 dildə fəaliyyət göstərməsi cəmiyyətin inteqrasiyasına necə töhfə verir? Qeyd edək ki, Marniol radiosu yayımda 2 dildə yayımlanır, həm Azərbaycan, həm Gürcü dilində. Web səhifədə 3 dildədir, həm Azərbaycan, həm Gürcü, həm də erməni dilindədir. Regionumuzda baş verənlər 3 dildə də xəbər olaraq paylaşılır web səhifədə, amma radionun özü 2 dildə öz yayımını həyata keçirir. 3 dildə yayımlanması, web səhifənin 2 dildə radio yayımlanması inteqrasiyaya böyük dəstək oldu. Belə deyək də, insanların, belə deyək, gənclərin asudə vaxtının necə keçirmək lazım olduğunu onlara aşıladıq, onlara başa saldıq, insanları təşviq elədik ki, həqiqətən də ki, bu olmalıdır. Misal üçün, hər hansı bir proqramdır, o proqramdan biz də yararlanmalıyıq və biz bu sahədə özümüzü göstərməliyik ki, biz inteqrasiya eləyə bilək. Və inteqrasiya əsasında da biz çalışırıq ki, dövlətdə baş verən hər hansı dövlət proqramları, insanların yararlanacaq proqramları cəmiyyətə təqdim edək ki, onlar da həmən proqramlardan, həmən dövlət proqramlarına və yaxud özəl proqramlardan yararlansın. Mən deyərdim ki, Marniol radiosunda siz bir peşə sahəsi olaraq elə bil ki, necə peşə məktəbləri var. Orada olan gənclərə bir jurnalistika dərsi də keçsəydiniz. Orada insanlar, gənclər, çünki biz bilirik də rayon yeridir, yəni cəmaət çox peşələr olmadığına görə, yəni işləmək üçün onlara bəlkə də bir necə deyərlər, dəstək kimi olardı. Orada elə bir fikriniz varmı? Elə bir fəaliyyət istəyərdiniz ki, edəsiniz? Kurs kimi, gəlsinlər, öyrənsinlər, məktəb kimi. Elə bir niyyət varmı belə bir niyyətiniz? Əvvəllər belə bir layihələrimiz olmuşdu. Gənclərlə bağlı, belə deyək, görüşlərimiz olurdu, layihələrimiz olurdu, həyata keçiririk. Az öncə qeyd etdiyiniz kimi, jurnalistika sahəsində biz təlimlər keçmişik, gənclər bizə müraciət eləyirdi və yaxud hansı bir layihə həyata keçirəndə ora gənclər qoşulurdu və onların arasında hal-hazırda bəzi əməkdaşlarımız bu sahədə gəlib bizimlə işləyirlər. Tövbələrimiz var. Gəlib indi hal-hazırda Marniol radiosunda çalışırlar. Bunun özü də bir uğurdur, bir stimuldur. İnşallah da ilə belə də
çalışacaq ki, gənclərlə, insanlarla əməkdaşlıq eləyək və bu cür layihələri həyata keçirək. Siz də bildirdiniz, əvvəldə mən dedim, bu bir bələdiyyəyə bağlı radiodur da. Bəs necə heç marağınızda olmayıb ki, bəlkə bu radionun bir televiziyasını da açaq, hələ ki bir internet televiziya olaraq və sonra da regionda bir radio televiziya olaraq. Fikriniz varmı elə bir? Əlbəttə bu işlər rəhbəri tərəfindən həyata keçirilir. Amma düşünmüşük ki, bu sahədə də olsun. Yəni əvvəllər verilişlərimiz var idi. İcmal verilişimiz var idi. Həftədə 3 dəfə yayımlanırdı. Bizi bu haqda video çarxlar hazırlayırdıq, belə deyək də, xəbərləri video formatda hazırlayırdıq və bu ictimaiyyətə video formatda təqdim olunurdu. Hal-hazırda həmin proqramı apara bilmirik, amma düşünürük ki, gələcəkdə mümkün ola bilər. Çünki çox gözəl olar, mən düşünürəm. Çünki bizdə də məsələ regionların öz televiziyaları da var. Elə gözəl olar ki, Gürcüstandan Marniola adında televiziya da olardı. Və bu həm də motivasiya verərdi o Marniola'da yaşayan insanlara ki, bax görürsünüz, bizim kanalımız var, hər hansı bir problemimiz olanda. İndi artıq radioda səslənməsi bir başqa, televiziyada daha gözəl olar məncə. Mən belə düşünürəm. Bəli, elədir. Əlbəttə ki, biz əvvəllər o üzərə işləyirdik, amma hal-hazırda son illərdə bu sahədə işləyirdik. Amma yenə deyim, biz video bloklar hazırlayırıq, insanların problemlərini, insanların qayğılarını biz video formatda hazırlayıb ictimaiyyətə video formatında da sosial medialarda, veb səhifədə paylaşırıq. Ümumiyyətlə, komandanız necədir? Marniola radiosunun komandasında insanlara çalışmaq həvəsi orada olan işçilər yaradılırmı? Ümumiyyətlə, rəhbəriniz, yəni hal-hazırda icraçı direktorunuz bildiyimə görə Kamilla xanımdır. Və o da insanlara motivasiya verirmi sizə işdə? Onlar haqqında bir danışaq. Əlbəttə ki, biz rəhbərimizdən çox razıyıq. O, əlbəttə ki, çalışır ki, biz həmişə yüksək ruhda, yüksək emosiyada işləyək və bugünə qədər də ki, şükürlər olsun ki, heç bir narazılığımız yoxdur. İnən belə də ki, olmayacaq. İnşallah. Xəbərlərdən tutmuş qadın hüquqları, gənclik, sağlamlıq və ekologiya mövzularına qədər çox şaxəli proqramlar hazırlamaq hansı çətinlikləri və məsuliyyətləri yaradır? Belə deyək də, hər hansı bir məlumat hazırlayanda özünüz də bilirsiniz ki, bizim cəmiyyətdə mediada danışmağa çətinlik çəkirlər. Qorxurlar, çəkinirlər, hər hansı stereotipləri var, çəkinirlər. Amma biz onlara başa salırıq ki, əgər sən öz problemini deməsən, heç vaxt sənin o problemin həll oluna bilməz. Ona görə də ki, sən öz stereotiplərini sındırmalısan və öz problemini dilə gətirməlisən və deməlisən. Bəzi hallarda, məsəl üçün, hər hansı bir çəkilişə gedəndə deyir ki, yox, mən danışa bilmərəm, amma sonradan baxırsan ki, suallar verirsən, yavaş-yavaş insan öz problemini, öz hər hansı bir qarşılaşdığı problemlər hamısını dilə gətirir. Bu formada insanlarla çalışırıq ki, ünsiyyət quraq və onların problemlərini və ya qayğılarını dilə gətirək və ictimaiyyətə təqdim edək. Nə gözəl. Marniola radiosu olaraq ümumiyyətlə elə bir proqramlarınız olubmu? Məsələ təkcə gənclər yox, həm də yaşlı nəsillə, yaşlı nəslin qayğılarını, yaşlı nəslin hər hansı bir fikirlərini öyrənmək, elə bir proqramlarınız olubmu? Bəli, əlbəttə ki, bu cür proqramlarımız olubdur. Hal-hazırda davam eləyir. Hal-hazırda bir verilişimiz var. Bu verilişimiz tanınmış insanlar deyək, gənclərimi deyək, şair, aşıq, müğənni insanları verilişimizə qonaq dəvət edirik və gəlib öz həyat hekayələrini, öz problemlərini deyək, danışırlar, öz
gününü yarım saat, bir saat efir vasitəsilə dinləyicilərə, izləyicilərə təqdim eləyirlər. Bununla yanaşı uşaq verilişlərimiz də var. Hal-hazırda davam eləyir. Həftədə bir dəfə istənilən uşaq efirimizə qoşulur, gətiririk və onlar da öz belə deyək də hekayələrini bizimlə bölüşürlər. İctimaiyyətə biz onları təqdim eləyirik. Bir sıra verilişlərimiz olmuşdu. Hələlik o verilişlər dayandırılıbdır. İnşallah yaxın gələcəkdə yenidən bərpa eləməyi düşünürük. İnşallah. Həqiqətən də sizə uğurlar. Siz orada bizim səsimizsiniz, belə deyək. Ona görə də sizə çox uğurlar arzu edirik. Və əminəm ki, 2020-ci ildə siz də orada çox çabalar etdiniz. Ən azından Azərbaycana dəstək üçün əlinizdən gələnləri biz də gördük bunları. Belə deyək, 2020-ci ildə siz buradan aldığınız xəbərləri millətimizə çatdırdıqda onlarda o sevinç görünürdümü? Ümumiyyətlə, radioya zəng edib, məni də çıxardım, mən də nəsə bir şey demək istəyirəm deyənlər olurdu mu? Həmən ərəfə hər bir insanın çox yaddaşında qalan bir qürur verici bir gün idi, günlər idi. Çox şükürlər olsun ki, bugün Qarabağ və bölgəsi işğaldan azad olunubdur. O ərəfələrdə insanlar çox böyük coşqu ilə torpaqların azad olunmasını gözləyirdilər. İnsanlar dəstəyini nümayiş etdirirdilər. Hələm Marniolidə, digər ərazilərdə, Gürcistanın bölgələrində aksiyalar keçirdilər. İnsanlar dəstək olmaq üçün yürüşlər keçirdilər ki, biz hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq. Biz belə deyək, dövlət rəsmilərinin təqdim etdiyi məlumatlar əsasında işğaldan azad olunana qədər bütün məlumatları paylaşırdıq, böyük sevinclə, böyük qürurla. Nə gözəl. Təşəkkür edirik biz də sizə. Allah sizi var eləsin. Və son olaraq, gələcək üçün həm Marniol radiosu, həm də şəxsən özünüz üçün planlarınız və hədəfləriniz nədir? İnşallah bunu gələcək göstərəcəkdir. Özünüz bilirsiniz ki, bugün regionda, dünyada yeni baxışlar da var, yeni düzən var. İnşallah çalışırıq ki, biz bu düzənə ayaq uyduraq. Hədəflər böyükdür. Yenə də qeyd edirəm ki, biz çalışırıq ki, bölgəmizdə olan problemləri, hər hansı cəhətləri ictimaiyyətə, ölkəmizin rəhbərliklərinə təqdim eləyək ki, bu problemləri aradan qaldırsınlar. Hədəflərimiz bunlardır. İnşallah çalışacaq ki, bu hədəflərimizə nail olaq. İnşallah sizə həqiqətən də uğurlar işlərinizdə. Yəni kiməsə ümumiyyətlə jurnalistika asan gəlir, media işi asan gəlir. Yəni media işi o qədər çətindir ki, yəni bütün insanlarla çalışırsan, bütün insanlardan... Məsuliyyətdə bir peşədir, məsuliyyət bir sahədir. Əlbəttə ki, bunun üçün məsuliyyət daşımaq lazımdır. Ən əsas da qanunları bilmək lazımdır. Yəni bir insanın qanunu başa salanda ən azından ondan xəbərin olmalıdır ki, yalan məlumat verməyəsən. Çünki media işçisinin yalan məlumat verməsi daha böyük məsuliyyət zərb olunur. Bizim özümüz də o sahədə daha peşəkar oluruq ki, hər hansı bir xəbəri eşidəndə onu araşdıraq, paylaşaq. Biz çox vaxt bir xəbər eşitdik. Misal üçün, haradasa qəza baş veribdir. Bunu dəqiqləşdirməsək, bu xəbərləri, bu məlumatı paylaşmırıq. Bunu araşdırırıq, istər insanlarla, yəni həmin ərazidə yaşayan insanlardan məlumat əldə edirik və yaxud da ki, dövlət orqanından ki, həqiqətən də bu ərazidə baş verən hər hansı bir hadisə olubmu, olmayıbmı? Bəli, istinad etmək çox asandır, amma istinad edib sabah yanlış olsa, o sizin üçün böyük bir mənfi. Bəli, yəni bütün bu medialar üçün vacib bir haldır ki, onlar dəqiqləşdirməmiş məlumatları paylaşmasınlar və dəqiq olan məlumatları paylaşsınlar. Bəli, ən böyük, ən uğur elə dəqiq olan məlumatlardır ki, sabah sizin əlinizdən uçuşan material kimsə sizə hər hansı bir məhkəmədənmi deyim, hər hansı bir şeydənmi problem yaratmasın. Təşəkkür edirəm Amil bəy. Allah sizdən razı olsun ki, dəyərli zamanınızı ayırdınız, ağır peşənizlə, dəyərli
zamanınızdan, vaxtınızdan ayırdınız və bizim proqrama qatıldınız. Və Amil bəy, son olaraq bizi dünyadan izləyən bütün Türk, Azərbaycan və bütün Türk dünyasına son sözünüzü söyləyin və onunla da proqramımızı bitirək. Buyurun. Mən sizə təşəkkür edirəm. Sizlərdən Allah razı olsun ki, bizi də verilişinizə dəvət elədiniz, qoşdunuz və biz də öz həm radiomuz haqqında, özümüz haqqında, dünyada yaşayan, Türk dünyasında, daha doğrusu Türk dünyasında yaşayan insanlara çatdırdıq. Mən qarşıdan yeni il gəlir, qarşıdan Dünya Azərbaycanla Həmrəylik günü gəlir 31 dekabr. Mən bu qarşıdan gələn yeni il və Dünya Azərbaycanla Həmrəylik günü münasibətilə dünyada yaşayan bütün Azərbaycanlıları təbrik edirəm. İnşallah növbəti illərdə bizlər üçün daha uğurlu olsun, daha qürur verici bir günlər olsun və bizdə baxaq, sevinək və nə deyim? Çox sağ olun. Allah razı olsun. Və bütün dünyada olan Türklərin yeni ilini biz də elə tez də olsa təbrik edin. Çox sağ olun Amil bəy, Allah razı olsun. Uğurlar sizə işlərinizdə, bu ağır vəzifənizdə. İnşallah ki, başqa proqramlarda sizin mən söylədiyim kimi Marlion TV haqqında da məlumatları sizdən elə alarıq Allahın izniyle. Və ona əminim. Və Kamilla xanıma da buradan səslənirəm ki, inşallah tezliklə bu plan da olsun. Çünki bu plan olduqda bu bizim həm də səsimiz olaraq radio olsa da, bu həm də bizim orada görüntü olaraq da səsimiz olar. Təşəkkürlər, var olun. Uğurlar işləriniz. Sağ olun, təşəkkür edirəm. Hələlik. Sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərə dək. Asnapoti chamokonda alvis michamonatali adeknapotomi abe sakwali shemonatali anana nina o tanina nina nina o anana nina o tanina nina nina o go bisigisa kachamoti bisigisa kalima suvigo pita gamazveni botsinita anana nina o tanina nina nina o anana nina o tanina nina nina o egerezedan etsaro modis nadi bisvelidan modis kodom bedala mazikar kava suvia modis o zedan kedene